Sizə buradan prezidentimizə müraciət edirik. Bir valideyn kimi bizim uşağımızın adını əvvəlləşdirmək üçün Dəmir müəllim çox əziyyət vurubdur. İnsanlar hamısı bizim oğlumuzu qəhrəman kimi görmək istəyir. Bizim oğlumuz həqiqətən də qəhrəmandır. Dəmir müəllim ona görə də onun üçün həmin ona adına verilən küçədə abidə ucaldı. Biz istəyərdik ki, abidə bir milli qəhrəmanın abidəsi kimi olsun. Ona buradan prezidentimizə müraciət edirik ki, bizim oğlumuzun bu döyüşlərdə keçdiyi yolları, vətənimizin bütövləşdirmək üçün getdiyi döyüş yollarını dəyərləndirsin və bizim oğlumuza dəyəri, layiq olduğu adı versin. Milli qəhrəman. Yəni, Cənab Prezident öz çıxışlarında da qeyd edir ki, şəhidlərimizin keçdiyi tarix yolu, vətən qarşıtı xidmətlərini hər bir vətəndaş diqqətlə yanaşmalıdır. Şəhid ailələrinə diqqət və əlaqə göstərmək, onların problemlərin həlli istiqamətində işlər görmək, hər bir dövlət məmuru, nəinki məmurların, hər vətəndaşın borcudur. Həm də Prezident Cənab İlham Əliyevin tapşırıq göstərişlərinə uyğun olaraq şəhidlərimizin 21-ci əsr tariximizdə, bəşəriyyət tarixində, dünya tarixində mövcud olmamış yeni bir Azərbaycan yaradılmasında, formalaşdırılmasında, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrimiz Ali Baş Komandanı, Azərbaycanın tarixinə, dünyanın tarixinə, Türk dünyasının, tərəqqipərvər bəşəriyyətinin, dünya Azərbaycanlıların tarixinə qurtuluş dahisi olaraq daxil olmuş Cənab İlham Əliyevin komandanlığı ilə döyüşməkdən qürüz keçirməklə və eyni zamanda ən yüksək zirvəni fəth etməklə, qürüz keçirməklə, vətən uğrunda canlı qurban verim hazır olmaqlarını, Azərbaycan Respublikasının dövlət himnində qeyd olunduğu kimi, vətən yolunda can verməyə, qan tökməyə hazır olmalarını bu yüksək zirvəyə ucalmaqla sübut etmiş şəhidlərimizin, bu cümlədən Hacı Qasımovun fəaliyyətinə yüksək qiymət verərək, onun adını daşıyan küçədə onun xatirə abidəsini uzatmışam. Təvəzzükarlıqdan uzaq da olsa, əlbəttə bu bizim borcumuzdur, vətəndaşlıq borcumuzdur. Və Cənab Prezidentin birbaşa tapşırığıdır ki, hər bir vətəndaş şəhid ailələrin yanında olmalıdır, onlara diqqətlə yanaşmalıdır, onlara qayğı göstərməlidir. Biz də Cənab Prezidentin tapşırıqlarını yerinə yetiririk və eyni zamanda vətəndaşlıq borcumuzu şərəflə, vicdanla yeni yetirməyə çalışır. Ancaq buna baxmayaraq biz nə qədər çalışsaq da, nə qədər diqqətlə yanaşsaq da, biz onların vətən qarşısında, xidmətləri qarşısında həmişə borçluyuq. Çünki 200 illik tarixi əhatə edən erməni işğalına son qoymuşdur. Ermənilər nəinki Qarabağı işğal etmək istəyirdilər. Tövhiddə Azərbaycan Respublikasını. 2020-ci ilin iyul hadisələrdə bunu təsdiq elədi ki, ermənilərin qərb istiqamətində, yəni Ermənistan Respublikasının, Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində hücumlarının qarşısının alınması, bu istiqamətdə hərəkətə keçməsi, yəni hücum əməliyyatlarının həyata keçirilməsi, bu deməkdir ki, Azərbaycanın qərb bölgəsinin və qərb bölgəsində olan infrastruktur layihələrini həyata keçirmək və eyni zamanda neft-qaz kəmərlərini ələ keçirmək. Yəni, Azərbaycanın milli sərvətini ələ keçirmək. Yəni, müdrik rəhbərimiz də qeyd eləmişdir ki, Azərbaycanın dövlət müstəqili Azərbaycanın milli sərvətidir. Və mən də əlavə olaraq müdrik rəhbərimizin siyasətinin təbliğatçısı olaraq qeyd edirəm ki, hər bir şəhidimiz Azərbaycanımızın milli qəhrəmanıdır, Azərbaycan xalqının milli sərvətidir. Yəni, bu milli sərvəti qoruyan, canını qurban verən hər bir şəhid Azərbaycanın milli sərvəti olaraq 21-ci əsr tariximizdən etibarən Azərbaycanın tarixinə əbədi olaraq daxil olmuşlar. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, onları qəhrəman xütbə böyüdən, qəhrəman şəhid analarına, şəhid atalarına Allah can sağlığı versin.
Belə danış,